Salam, hörmətli qonaqlar və tədbir iştirakçıları. Biz bugün bura gənc müstəqil Azərbaycanımızın ikinci oyanış gününün 25-ci il dönümünü qeyd etmək münasibəti ilə yığışmışıq. Biz müstəqil Azərbaycanımızın 25-ci il dönümünə həsr edilmiş Mənim Müstəqil Respublikam adlı tədbirimizə başlayırıq. Tədbirimizi Azərbaycanımızın dövlət himnisi ilə açırıq. Mərkəzi Kitabxana Sisteminin direktoru Gül Əhmədova, Qax rayon Ağsaqqallar Şurasının sədri, bizim təqaüdçü tarix müəllimimiz Abdurrahman Aşurov, 5 saylı məktəbin ibtidai sinif müəlliməsi Gülxarə müəllimə və bizi sosial şəbəkədə hər an izləyən və bizim bütün sosial şəbəkədəki fəaliyyətimizlə dərindən tanış olan Milvari xanım Əliyeva, 5 nömrəli məktəbin musiqi müəlliməsi Zəhrə Qadaşova və musiqi məktəbinin müəlliməsi Nabat Xəlilova. Bir də mən Nabat Xəlilova haqqında onu demək istəyirəm ki, Nabat müəllimənin anası bizim rayonumuzun ilk kitabxanaçısı olmuş Nənə xanım müəllimi olmuş. O çox gözəl kitabxanaçı olmuş. Allah ona rəhmət eləsin. Ruhu şad olsun. Özdə necə bir kitabın dalınca Abdurrahman müəllimin evinə 5 dəfə gəlmişdi. 5 dəfə kitabı vermək istəmiydim. Pataqqaya salıydım, yox idi o kitabdan. Düz 5 dəfə evə gəldi, axsı aldı. Nənə kitabxana vurğunu idi. Bir də bizim valideynlərimiz, hər an bizim kitabxanamızın işi ilə maraqlanan fəal oxucularımızın valideynləri iştirak edirlər və bunlar da bizim fəal oxucularımız, məktəblilərimiz. İndi Mənim Müstəqil Respublikam. 25 il öncə Azərbaycan Ali Soveti dövlət müstəqilliyi haqqında konstitusiya aktını qəbul edib. Müstəqilliyimiz haqqında tarixi sənəd 1991-ci il oktyabrın 18-də imzalansa da, Azərbaycan özünün əsl müstəqilliyini ümumilli lider Heydər Əliyevin qayıtışından sonra əldə edir. 1993-cü ilin iyun ayında xalqımızın təqidi ilə hakimiyyətə gələn Heydər Əliyev özü ilə bərabər Azərbaycana siyasi müdürlük gətirdi. Məhz milli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndər ölkədə xaos və anarxiyanın, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi psixoloji gərginliyi aradan qaldırdı. Hörmətli tədbir iştirakçıları, gəlin indi sözü bizim kitabxanamızın fəal oxucularına və məktəblilərimizə verək. Görək onlar vətəni haqqında, müstəqillik haqqında nə bilirlər, nə qədər bilirlər, vətənini nə qədər sevirlər. Onlar bizə öz şeirləri ilə vətənə, ölkəsinə olan məhəbbətini göstərsinlər. Azadlıq Allahı tək baxır bizə göylərdən. Yerin göyün nuru var, Peyğəmbər gözlərində. Sadəliyi nur saçır, əzəməti dərində. Ay Allah qoymayın gedir polad çiynində. Heydər babam, can babam. Dərin mavi gözləri, sakit yanan odacaq. Alovunda satqınlar, yanacaq, kül olacaq. Qaranlıqda da işıq saçır, ruhu bizim yolumuza. Ay Allah qoymayın gedir polad çiynində.
azadlıq yağışında doğan göy qurşağıdır. Üstündəki ay ulduz gəlir mənim xoşuma. Ay üzüyə bənzəyir, ulduz onun qarşına. Bu üç rəngli bayraq bizə təsəllüdür, dayaqdır. Yolumuzun üstündə işıq saçan bayaqdır. Çıxış Cüzüz, Azərbaycan mahnısı Şəmilov Nihar, Rauf Hacıyev, Ənvər Əlbəyev. Bir nəfər. Azərbaycan mahnısı. Özün kimi bu qarlıdır uca dağların, Hüsnə bir yaraşıqdır yaşıl bağların, Bizimlə bir başlamışdır gözəl çağların. Yurdum yuvam məskənimsən Azərbaycanım, Anam doğma vətənimsən Azərbaycanım. Yurdum yuvam məskənimsən Azərbaycanım, Anam doğma vətənimsən Azərbaycanım. Bilir ki tükənməyən sərvətim vardır, Sinən üstü ağ pambıqlı gen tarlaların, Buludların göyün Xəzərdə qatar-qatardır. Yurdum yuvam məskənimsən Azərbaycanım, Anam doğma vətənimsən Azərbaycanım. Yurdum yuvam məskənimsən Azərbaycanım, Anam doğma vətənimsən Azərbaycanım. Nə yatmısan qoca vulkan, səninləyəm. Ayağa dur Azərbaycan, səninləyəm. Səndən qeyri biz hər şeyi bölə bildik, Səndən qeyri biz hamımız ölə bildik. Bu Şəhriyar haraydır, bu Bəxtiyar haraydır. Hani sənin tufan yıxan, Gülşad boğan, yurda oğul oğulların, Qara çoban, dəli donqul oğulların. Çək sinənə qayaları yamaq elə, Haq yolunu ayağına dolaq elə, Bayrağını Xəzər boyda bayraq elə, Emməsiyə qalxmış olan bayrağını Azərbaycan, Azərbaycan, Azərbaycan bayrağını ayağa dur Azərbaycan. Bunu bizə zaman deyir, məzarlıqdan baş qaldıran baban deyir. Ya bir mərrəyə yatır bizi, ya bir mərrəyə oyat bizi, ya yenidən yarat bizi, ey yaradan səninləyəm. Ayağa dur Azərbaycan, səninləyəm. Ayını göydə mələklər öpər, hər rəngində ya qazi, ya şəhid bir mən bitər. Sənə istiqlalımın əbədiyyət sancağı, Azərbaycan bayrağı. Yanğının min hiləsi, köydən, kələkdən keçər. Sən sancılan ucalıq, min ürəkdən keçər. Dağlar yerindən oyanar, daşlar ələkdən keçər. Sən keçər göylərin nur yağmuru, yerlərin göy qurşağı, Azərbaycan bayrağı. Sən Arazın Samurun umuduna bələndin, Çəni ağlar göyçənin buluduna bələndin, Dərbəndin dar çıçqıran sükutuna bələndin, O tayında savalan, bu tayında şah dağı, Azərbaycan bayrağı. Azərbaycan Türkiyə, bir millətik, iki dövlət, eyni arzu, eyni niyyət. Hər ikisi Cümhuriyyət, Azərbaycan, Türkiyə. Bir ananın iki oğlu, bir ağacın iki qolu, o da ulu, bu da ulu, Azərbaycan, Türkiyə. Ana yurtda yuva qurdum, ata yurtda könül verdim. Ana yurdum, ata yurdum, Azərbaycan, Türkiyə. Birdir bizim hər halımız, diləyimiz, amalımız. Bayraqlarda hilalımız, Azərbaycan, Türkiyə. Dinimiz bir, dilimiz bir, ayımız bir, irimiz bir, eşqimiz bir, yurdumuz bir, Azərbaycan, Türkiyə.
Hara getsem benim ilk müəllimim, hara getsem benim ilk müəllimim. Əziz adın düşməz bir an dilimdən, əziz adın düşməz bir an dilimdən. Ana sözün, vətən sözün ilk dəfə yazdırmısan tutub kiçik əlimdən. Bəs deyərək çəkmisən zəhmətimi bahar qış, bəs deyərək çəkmisən zəhmətimi bahar qış. O gümüşlü saçların bəlkə bundan ağarmış, o gümüşlü saçların bəlkə bundan ağarmış. Necə məktəb tikiblər saya gəlməz, necə məktəb tikiblər saya gəlməz. Yenə sənsən müəllimim, yenə sən, yenə sənsən müəllimim, yenə sən. Ana sözün, vətən sözün ilk dəfə yazdırmısan tutub kiçik əlimdən. Bəs deyərək çəkmisən zəhmətimi bahar qış, bəs deyərək çəkmisən zəhmətimi bahar qış. O gümüşlü saçların bəlkə bundan ağarmış, o gümüşlü saçların bəlkə bundan ağarmış. Öldürək biraz nəfəsdir, diyarımsan, bu canına canım qurban. Azərbaycan əzim, sən də əyilməyən bu qarsan, bu canına canım qurban. Azərbaycan, savaşlardan alnı açıq çıxan zaman tarixlərə bağışladın neçə qurban. Hər qoşuda bir parça əsir qalan, bu canına canım qurban. Azərbaycan. İndi isə sözü Mədəniyyət Turizm Şöbəsinin müdürü Dilarə Əzzovaya veririk. Tədbir iştirakçıları, hörmətli qonaqlar, hamınızı bu gözəl gündə salamlayıram. Mən xüsusilə kiçik balaları salamlayıram ki, həqiqi ki, ürəklə bizim bu müstəqilliyimizi, bu bayramımızı qeyd etməyə gəliblər. Baxmayaraq ki, havanın belə soyuq olma, dərsdən çıxıblar, heç nəyə baxmadan, yəni bizimlə bugün bizim yanımızdadır və bu bayramı öz şeirləri ilə, mahnıları ilə bizə çatdırmağa çalışırlar. Yəni bu müstəqilliyə onlar da sevinç duyurlar. Yəni bugün həqiqətən onlar xoşbəxt uşaqlardırlar ki, onların bu uşaqlığı dövlətimizin müstəqilliyinə təsadüf edildi. Yəni biz 70 il Sovet imperiyası altında inləyən bir dövrdə yaşamışıq, bir dövrdə təhsil almışıq. Yəni ki, müəyyən, düzdür, o dövrün də müəyyən dəyərləri gözəl idi, ancaq müstəqillik ən gözəl, şirin bir nemətdir. Yəni əsrin əvvəllərində bu neməti, bu şirinliyi dadmışdıq. Bizim bəli Məmməd Əmin Rəsulzadə bizim bu dadı, bu şirinliyi, bu azadlığı bizə xalqımıza dadılmışdı. Lakin müəyyən həmən dövrün ictimai-siyasi mühiti, hadisələr, dünyada baş verən hadisələr, yəni bizim şərqdə ilk doğan günəşin, bu ilk müstəqilliyin süqutuna gətirib çıxartdı. Lakin əsrin sonlarında bizim Sovet ölkəsinin süqut etdiyi bir dövrdə, yəni xalqımız da bu arzularını dil çəkməyə başladı, meydanlara axışdı və beləliklə, yəni öz arzularını ölümün demək olar gözünə dik baxaraq reallaşdırmağa çalışdılar. Yəni bu bizim müstəqilliyimiz heç də asan qazanılmadı. Müstəqilliyimiz çox böyük, yəni faciəli yollardan keçdi. Ən birinci biz elə 20 yanvarı göstərə bilərik ki, 20 yanvar elə bir müstəqilliyimiz gedən yolda bir qürur günümüzdür. Qarşıdan kənara çıxmış uşaqlar, bizim müdürümüz, bizim mədəniyyət rəhbərimiz, deyək ki, Qaxdakı. Siz elə bilərsiniz ki, həmişə müharibələrdə kişilər mi döyüşür? Amma 20 yanvar barəsində bilirsiniz, keçibsiz məktəbdə, düzmü? Həmin 20 yanvar gününün, Bakı paytaxt şəhərimizdə olan 20 yanvar, qanlı yanvar gününün həyəcanlı yaşayanlardan birisi də bizim bax bu müdürəmizdir. O həyəcanlı günləri yaşayıb, orada olub və o günlərin şahidi olubdur müəllimimiz. Elə günlər bizə qismət olmasın. O gün olsun ki, yəni bizim prezidentimiz, ulu öndərimizin varisi, həm siyasi, həm bir övlad kimi varisi İlham Əliyev, yəni layiqincə davam etdirir. Yəni bu çalışır, bu torpaqlar sülh yolunu alsın. Hamımızın arzusudur. Heç bir ana istəməz ki, yəni şəhidlər olsun, övladları yəni müharibədə həlak olsun. Bu çalışır, dövlətimizin bir növbəli siyasəti həmin torpaqları sülh yoluna almaqdır. Yəni bu istiqamətdə düzdür, uzun illərdir mübarizə aparır. Ancaq lazım gələrsə, yenə yəni digər yola da əl atmağa imkanımız var. Ancaq sülh bizim xalqın bir ürəyindədir, qanundadır. Biz həmişə humanist bir xalq olmuşuq, sülhsevər bir xalq olmuşuq. Yəni mən elə bilirəm ki, biz bu yolda qalib qazanacağıq, sülh yolu ilə o torpaqlarımızı əldə edəcəyik.
Dedim bu qədər. İnşallah. İndi isə sözü Qax Mərkəzi Kitabxana Sisteminin direktoru Güllü Əhmədovaya veririk. Mən də sizin hamınızı salamlayıram. Bağışlayın ki, Abdurrahman müəllimdən qabağa söz verdiniz mənə. Abdurrahman müəllim bağışlasın. Yəni, mən nəyi danışmaq istəyirəm? İlk dəfədir ki, kitabxananın bu tədbirində iştirak edirəm. Mən bütün kitabxanaların tədbirlərində iştirak edirəm. Ancaq bu 3 nömrəli şəhər kitabxanasında birinci dəfədir iştirak edirəm. Çox sevinirəm ki, bu kitabxana fəal bütün tədbirlərdə iştirak edir və sizin hamınıza bildirmək istəyirəm ki, bizim bu 3 saylı kitabxana Mədəniyyət Turizm Nazirliyinin etdiyi sayt və hansısa bir kitabxana səhifəsinin öz səhifəsi ilə müsabiqəsinə qatılıb və müsabiqədə fəal iştirak edir. İnşallah Allah qoysa mən arzu edirəm ki, yəni qaliblərdən olsun, rayonumuz üçün, bizim kitabxanamız üçün qaliblər sırasında olsun. Qaldı bizim bu müstəqillik illəri ilə əlaqədar. Mən bütün həm məruzədə Şəlalə xanım danışdı, həm aparıcı öz sözlərini dedi, Dilarə xanım dedi. Mən də bir-iki söz əlavə eləmək istəyirəm ki, müstəqilliyin bərpası ilə əlaqədar bizim Azərbaycan xalqı çox, yəni 25 il az müddətdir, az müddət olsa da çox işlər görünüb. Biz 5 dəfə prezident seçkisi, 5 dəfə Milli Məclisə deputat seçkisi, sonra 90 xronologiya ardıcıllıqla gəlsək 91-92-ci illərdə Avropa Şurasına üzvü olduq. Biz bütün dünya dövlətlərinin üzvlərindən biri olduq. 94-cü ildə neft kontraktı bağlandı. 95-ci ildə Milli Məclisə seçkilər oldu. Konstitusiya aktı biz qəbul elədik. Sonra beynəlxalq aləmdə 96-cı ildə Gənclər Günü qeyd olundu. 98-ci ildə prezident seçkiləri keçirildi və ilaxır və 2016-cı il biz artıq əsrin 1/4-ni müstəqil yaşayırıq. Yəni biz 23 ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətinin varisləriyik. Bərpasının 25 illiyini qeyd edirik. Sevinirik ki, biz müstəqil Azərbaycan inkişaf edir. Uşaqlarımız gözəl məktəblərdə oxuyur, sağlam böyüyürlər. Bir niskilimiz var. Arzu edərdim ki, Azərbaycan ərazi bütövlüyü bərpa olunsun. Çox sağ olun Dilarə müəllimə, Güllü müəllimə, bizim kitabxanamız haqqınızdakı söylədiyiniz səmimi fikirlərinizə görə. İndi mən istəyərdim ki, mənim tarix müəllimim olmuş, Qaxın Ağsaqqal müəllimimiz, təqaüdçümüz Aşurov Abdurrahman müəllim də bugün bizim kitabxanamız haqqında, bizim fəaliyyətimiz haqqında, bizim bu gözəl tədbirimiz, bayramımız haqqında öz ürək sözlərini söyləsin. Bugün güzel bir tedbirdir. Bu tedbiri de təşkil edenler ve onun birincisi bu kitabxananın müdürü mənim şagirdim olubdur. Mənim çoxlu şagirdlərim var, mən onlarla fəxr edirəm. Mən Qaxa Sarıbaş kəndindən 7-ci sinifi qurtarıb 8-i oxumağa gələndə Qax bir içəri bazar idi yöndəmsiz. Bir içəri bazar. Qax adında yer içəri bazar idi. Uzunu, eni bir 15 metre, uzunu da bir 100 metre olan içəri bazar. İndi bugün baxın, Azərbaycanın inkişafını düşünmək istəyənlər, düşünün, görün, Qaxda nələr olubdur, nə qədər küçə salınıbdır. Qaxın yeraltı ilə kanalizasiya gedir, üfunətli iylər torpağın altına salınır, qəşəng su çəkilir. Görün nə qədər inkişaf edibdir. Bundan bir neçə gün əvvəl, noyabrın 21-də Güllü müəllimə ilə yanaşı oturmuşduq. Yeni Azərbaycan Partiyasının yaradılmasının il dönümünü keçirirdik. Mən Bakıdan Heydər Əliyevin, Ulu Öndərin yanına gedən ziyalılara qoşulan qaxlıların 4 nəfərdən birisiyəm. Onların ikisi rəhmətə gedib,
birisi biraz xəstədir, bir də mən təkcə mən qalmışam. Mən həmin gündən bu günə qədər Yeni Azərbaycan Partiyasının rəyasət heyətinin üzvüyəm. Mən bütün tədbirlərdə iştirak edirəm, yoldaşlar bilirlər iştirak edirəm. Çıxış edirəm, sözümü deyirəm. Bugündən sonra da sizin gözəl, firavan yaşamağınızdır. Qaldı ki, sizin bax bu kitabxananın rəhbəri də mənim şagirdim olubdur. İndi sözü kitabxanamızın fəal oxucuları Xatınla Ayşənin anası, gözəl gül balalarımız, adı kimi gözəl olan Gözəl Mirzəyevaya verək. Zəhra müəllimə, Gülxarə müəllimə, bunlar hamısı mənim canciyərlərimdir və onların yanında söz deməyib, daha doğrusu tanıyam, birincisi. İkincisi, mən öz balalarıma onu deyə bilərəm, burada hamı mənim balalarımdır. Azərbaycan deyəndə ürəyiniz döyünsün. Bütün bədəniniz sirkələnsin. Bayrağı görəndə həmişə əlinizlə uca tutun. Azərbaycana aid şeir deyəndə çaşmayın, necə deyim, elə fəxrlə, qürur hissi ilə deyin ki, müstəqillik, Azərbaycan deyəndə dilimiz, dodağımız, ürəyimiz döyünsün, belə qürur hissi ilə danışın ki, mən Azərbaycanlıyam. Nə deyim, başqa nə deyə bilərəm, vətənimiz həmişə yaşasın. Qara kölgələr, buludlar bizim səmamızdan əskik olsun, ya Rəbbim. Tezliklə qələbə çalaq. Bütün balalarımız var olsun, savadlı olun. Vətənə siz necə layiqli övlad ola bilərsiniz? Savadınızla, biliyinizlə, müəllimlərin necə başını uca eləyə bilərsiniz? Yaxşı oxumağınızla. Müvəffəqiyyətlər arzu edirəm müəllimə sizə də. Çox sağ olun. Hörmətli qonaqlar və tədbir iştirakçıları, biz tədbirimizin sonuna gəlib çatdıq. Bu tədbirdə 5 nömrəli məktəbin müəlliməsi Gülxarə müəllimə də iştirak etdi. Gülxarə müəlliməyə də öz təşəkkürümüzü bildiririk ki, bu gözəl balaları qəşəng hazırlamışdı, gətirmişdi. Burada 4 nömrəli məktəbində şagirdləri öz çıxışlarını etdilər. Burada bütün iştirak edən iştirakçılara öz minnətdarlığımı bildirirəm. Çox sağ olun ki, hörmətli qonaqlar, bizim tədbirimizdə gəldiniz, iştirak etdiniz və gələn ayaqlarınız var olsun, öz səmimi fikirlərini söylədiniz. Bir daha sizə minnətdarlığımı bildirirəm.